İranla bağlı informasiyalara həmişə şübhə ilə yanaşmaq lazımdır. Çünki artıq İran ətrafında böyük bir gərginlik hökm sürməkdədir. Tərəflər müxtəlif informasiya yayırlar və bu informasiyaların hansının doğru və hansının da yanlış olduğunu qiymətləndirmək həqiqətən də çətindir. Deməli, Əli Xamneyi ilə bağlı artıq ictimai rəyi də hazırlamağa çalışırlar. Çünki müsəlmanlarda, xüsusilə də şiələrdə, İran şiələrində belə bir fikir formalaşıb ki, Ayətullah Xamneyi hakimiyyətdə davamlı olaraq qalacaq və onun sağdan çıxarılması mümkün deyil. Və ikinci bir tərəfdən də əgər bu hadisə baş verirsə, bu varislik yolu ilə həll olunacaq. Ona görə də Qərbin siyasi dairələri Əli Xamneyinin qəflətən yox olduğu təqdirdə İranın siyasi gələcəyi və İran dövlətinin seçəcəyi addımlarla bağlı ictimai fikri hazırlayıblar. Hesab edirəm ki, Xamneyi ilə bağlı yayılan informasiyalar buna xidmət edir. Eyni zamanda lider kimi Əli Xamneyi İranda kifayət qədər nüfuza malikdir. Baxmayaraq ki, İranda qanuni seçilmiş hakimiyyəti prezident təmsil edir. Amma ümumiyyətlə prezident hakimiyyətinin üzərində də ali dini lider dayanır. Və Xamneyinin isə İranda xüsusi olaraq özünün şəxsiyyətinə bağlı olaraq və həm də ələ aldığı idarəçilik metodları və səlahiyyətləri onu həqiqi bir liderə çevirir. Və Xamneyinin olması İranın bütöv qalmasına, xarici güclərə qarşı müqavimət göstərməsinə səbəb ola bilir. Bu baxımdan Xamneyiyə qarşı da bu cür informasiyaların yayılması təbii ictimai rəydə ali dini liderin yoxluğuna bir alışqanlıq yaratmaq cəhdləri kimi qiymətləndirilə bilər. Bu, informasiya müharibəsinin tərkib hissəsidir və hesab edirəm ki, Qərb bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.